Deməli, salam əziz və dəyərli dinləyicilər. Mən bugün sizə Ədəbiyyatın İmhaşem 2025-ci il nəşr deməli kitabından Mir Cəlal haqqında olan, daha doğrusu Mir Cəlalın əsərləri haqqında olan testlərin izahını verəcəm. Başlayaq. Deyir, açıq kitab romanı ilə bağlı fikirlərdən biri fərqli obraza aiddir. Müsbət və yaxud mənfi obraz olmaqla. Dilindən Füzulinin şeiri verilir. Dilindən kimin Füzulinin şeiri verilirdi? Təbii ki, Səttarzadənin, Rübabənin atasının. Vahidə kömək üçün milis idarəsinə gəlir. Rübabə müsabiqədə deyir ki, qazanmayan paketləri açıb müəllifləri utandırmamaq lazımdır. Bunu birinci növbədə belə deyək, Poladov deyir. Daha sonra isə həmin bu cümləni isə, yəni bu sözü deyən isə, yəni o sözləri təkrarlayan isə kim olur? Deməli, mənfi obrazımız olan adı yadımdan çıxdı. Adı nə idi Allah? Ani beynim dondu. Bircə saniyə, adı nə idi onun? Gəldiyev. Gəldiyev olur. Arıçıdır və haqsızlıqla barışmayan obrazdır. Bu təbii ki, deməli Sadıq kişidir. Vahidin atası. Dediyindən dönməyən, mübariz və ağıllı insanların tərəfində olan obrazdır. Dediyindən dönməyən, mübariz və ağıllı insanların tərəfində olan. Bu dediyindən dönməyən, mübariz və ağıllı insanların tərəfində olan. Bu bir çox obraza əslində uyğun gəlir, amma daha çox Vəzirbəylini xatırlatdı mənə. Və hamısı müsbət bir burada C bəndində Gəldiyev mənfi obrazdır. Daha sonra Bahar əsəri ilə bağlı fikirlərdən biri fərqlidir deyir, doğru və yanlış olma baxımından. Müəllif İsfəndiyar obrazına mehriban deyərək kinayədən istifadə edib, doğrudur. Deyir ki, bir mehriban deyir, mehribancasına deyir, ona yanaşdı deyir. Bəs gəlir Bahara deyir ki, gedək, sənə üçün deyir, bir iş deyir, yəni sənin üçün deyir, bir iş tapmışam. Gedib deyir, orada işləyə bilərsən. Əslində isə nəzərdə tutduğu iş atasının qəssab dükanı idi. Orada köməkçi kimi göndərəcəkdi. Sonra orada yolun kənarında dayanan bir nəfərə deyir ki, bir deyir, apar bunu deyir, göstər deyir, atama deyir, gör deyir, işinə yarayacaqmı? Əslində belə deyə də İsfəndiyar mehriban biri deyildi. Sadəcə olaraq müəllif kinayədən istifadə edərək ona mehriban demişdi. Baharın faciəsində müqəssir yalnız Məşədi Abbasdır. Biz bunu deyə bilmərik. Çünki nəyə görə deyə bilmərik? Ümumiyyətlə Baharın faciəsində tək Məşədi Abbas yox. Orada hamamçı obrazı var. Məsələn, o da pis davranır. Xanım obrazı var. Hansı ki Məşədi Abbasın həyat yoldaşı, o da pis davranır. Bunlar bir kənar. Ümumi cəmiyyət də özü pis davranır. Yəni Bahara heç kim arxa, dayaq, kömək olmur. O baxımdan biz bütün cəmiyyəti nəzərdə tuta bilərik. Bu yanlış fikirdir. Meyti tapılan Baharın əynindəki qədəy paltardan onun yiyəsiz olduğu anlaşılırdı. Doğrudur. Sonda Baharı qəriblər qəbirstanlığında dəfn edirlər. Doğrudur. Məsələ paltarlarına baxırlar, bilirlər ki, bu kimsəsizdir. Məsələn, ona görə də aparıb kimsəsizlər qəbirstanlığında, yəni qəriblər qəbirstanlığında bastırırlar. Bahar obrazı əsərdə ədalətsizliyin və kasıblığın faciəsi kimi ümumiləşdirilir. Doğrudur. Hansı obraza aid yanlış fikir verilib? Baxaq, Rübabənin Vahidin briqadasına keçməsini tədris müdirinə deyir və dekanı çağırır. Bu Gəldiyev idi. Doğrudur. Vahidin institutdan qovulduğunu eşidəndə narahat olur Rübabə. Doğrudur. Vahidin məsələsi müzakirə olunan iclasda iştirak edirdi Verdiyev. Doğrudur. Vahid və Rübabənin toyunda Mirzə Ələkbər Sabirdən şeir deyilir. Mirzə Ələkbər Sabirdən yoxsa Məhəmməd Füzulidən? Bu yanlışdır. Füzulidən şeir deyilirdi və Səttarzadə deyirdi. Yanlış. Oğluna qarşı edilən haqsızlıqla barışmır Sadıq kişi. Bu da doğrudur. Burada əslində Səttarzadə doğrudur, amma Mirzə Ələkbər Sabirdən yox, Füzulidən deyilirdi. Daha sonra 4-ə baxaq. Bahar əsərində əsas fikir, ideyaya aiddir. Baxaq, ailəsindən uzaq düşən Baharın faciəli taleyi əksini tapıb. Bu ideya deyil, bu bir növ əsərdə problemdir. İnsanların belə vəziyyətlərə laqeyd yanaşmaları, bu da problemdir. Çətinliyə düşən, darda qalan insana yardım etmək, əl tutmaq lazımdır. Bax, bu ideya ola bilər. Çünki ideyada bizə müəllif hansısa bir
fikrimi deyək, ideyanı təbliğ edir. Yəni bizə nəyisə aşılamağa çalışır. Məhz bu fikirdə də bizə məhz insana, darda qalan insana yardım etmək, əl tutmaq aşılanır, təbliğ olunur. Bahar kasıblığın qurbanıdır. Bahar kasıblığın qurbanıdır deyir. Bu ideya ola bilməz. Yəni bu bir növ əsərin mövzusunu da deməyək, problemidir. Yox, problem kimi yanaşa bilərik buna. Daha sonra bəzi var dövlət sahibləri əli açıqdırlar. Burada ümumiyyətlə biz əli açıq obrazını görmürük, yəni belə bir şey yoxdur. Cavabımız olur C bəndi. 5-ə baxaq. Hansı fikir boşxanalardan heç birinə yazıla bilməz? Yəni nə bura yazılsın, nə də bura. Rübabədən xoşu gəlir. Hər ikisinin xoşu gəlir. Həm Gəldiyevin, həm Vahidin. Saxta sənədlər hazırlayır Gəldiyev. Saxta sənəd deyəndə nəyi nəzərdə tutur? Hansı ki, Vahid haqqında bir xasiyyətnamə hazırlamışdı ki, o xasiyyətnaməni polis, hətta belə deyək, dırnaq arası bir qardaşlıq eləmişdi ona. Onun haqqında bir xasiyyətnamə hazırlamışdı. Bu dırnaq arası dediyim üçün, yəni kinayədən istifadə olunub burada. Aparır orada, yəni bütün böhtanlar, şərlər, nə qədər pis-pis şeylər var, hamısını Vahidin belə deyə üzərinə yıxır və onu şərləyərək, böhtanlayaraq, ləkələyərək daha doğrusu böhtan ataraq gedir polis rəisinə verir, milis rəisinə. Milis rəis də təbii ki, bu hallarla bir dəfə yox, bir neçə dəfə rastlaşmışdı deyə artıq bilirdi və bu baxımdan da məsələ komissarlıq iclası qurulur və bu iclasda qeyd olunur ki, nə olacaq? Məktəbi yoxlamaya gələcəklər. Həmin bu cür şər atan, ləkələyən insanları məhz götür-qoy eləmək üçün, necə deyərlər, tapmaq üçün, burada olan o mənfilikləri aradan qaldırmaq üçün bir tədbir görüləcək deyilirdi. Bundan sonra da Verdiyev, məktəbin direktoru əl-ayağa düşür, belə deyək, tez Vahidi geri məktəbə, yəni universitetə geri qaytarır. Yəni o əmri pozur da. Əmrdə nə verilmişdi? Hansı əmr verilmişdi? Vahidi məktəbdən çıxartmaq, universitetdən çıxartmaq. Yəni o əmri artıq geri alır. Yəni Vahidi yenidən universitetə geri alır. Atası arıçıdır. Kimin atası arıçı idi? Vahidin, Sadıq kişi. Xalqın malını dağıdır. Kim dağıdırdı? Gəldiyev, gah ona bir nə qədər deyir, bir qədər taxıl verirdi, bu gəlirdi buna bir qədər buğda verirdi. Burada da verməyinin məqsədi onun yaxşı olmağı mənasında deyil, yəni yaxşılığı üçün yox, həm də vəzifəli şəxslərə verirdi. Sadəcə verməyində məqsəd, yəni bizdə belə bir adət var axı, kiməsə yaxşılıq eləyim, sabah o da mənim əlimdən tutar mənasında. Bir növ rüşvət kimi deyək də. Amma özü rüşvət almaqdan qorxurdu. Nəyə görə qorxurdu? Çünki qorxurdu ki, birdən vəzifəsini itirər. Vəzifəsini itirmək məsələsi isə daha sonraki testlərdə olacaq. Vəzifəsini itirmək məsələsi isə sırf rüşvətlə bağlıdır. Digər halda vəzifəsini itirməkdən qorxmurdu. Vəzifəsini itirən şəxs əslində direktor idi. O da nəyə görə qorxurdu? Ona görə qorxurdu ki, birdən mən belə deyək də Gəldiyevin fikirlərinə uyaraq Vahidi məktəbdən, universitetdən çıxartmışdı. Məsələ vəzifəsini itirməkdən qorxduğu üçün çıxartmışdı ki, birdən həqiqətən onun dedikləri, yəni Gəldiyevin onun haqqında dediyi şayələr doğru olar və görərlər ki, belə bir problemli tələbə var, ona görə onun vəzifəsindən çıxardarlar. Yenidən onu işə, belə deyək, universitetə qəbul etməsi, yenidən onu o əmri pozması da məsələ vəzifədən çıxmasından qorxduğu üçün idi. Çünki artıq yoxlama gəlirdi, universiteti yoxlayacaqdılar. Belə. Əsərin sonunda həbs olunur. Əsərin sonunda həbs olunan obrazımız yoxdur. Bu heç birinə aid deyil. Cavabımız olur Y bəndi. Bahar ölüm ayağında olarkən kimi səsləyir? Təbii ki, anasını. Biz bunu kimi ilə oxşar cəhət hesab edə bilərik. Yəni, sayıqlamağı, kimisə çağırmağı. Qızıl Qönçələrdə Ənvər Məmmədxanlının Qızıl Qönçələrdə Sürəyya obrazı ilə, amma Sürəyya obrazı kimi çağırırdı? Babasını. Bahar kimi çağırırdı? Anasını çağırırdı. Daha sonra və bir də məqam düşmüşkən deyim, Qızıl Qönçələrdəki Sürəyya belə deyək, uşaq əməyinin istismarına cəlb olunmur. Amma Bahar isə uşaq əməyinin istismarına cəlb olunur. Deyə bilərsiniz ki, orada da axı uşaq yaşlarından işləyir. Orada məcburiyyətdən işləyir. Belə deyək, bir növ məcburdur işləməyə. Amma bir də var ki, əzab verilərək, məsələn, Bahar kimi döyülərək, nə bilim, söylərək, təhqir olunaraq, yəni çölə atılaraq, hətta tövlədə yatırdı. Bu halda işləmək isə uşaq əməyinin istismarıdır, yəni məcburi əməkdən istifadə etmək. Sadəcə
Qızıl Gönçələrdəki Sürəyya isə belə deyək, dolanışıqdan ötürü, yəni müəyyən qədər özü vadar olub işləyirdi. Bir də onu qeyd edeyim ki, Qızıl Gönçələrdəki Bahar gecə gecə yox, səhər an, yəni açılır, sabah açılandan sonra da nə qədər sağ qalır, belə deyək, donmuşdu və sayıqlayırdı. Lakin Bahar isə elə gecə ikən ölür, yəni sabaha sağ çıxmır. Bu nüansı da diqqətdə saxlayaq. Daha sonra Vahidə aid xarakterlər xəritəsindən uyğun fikirləri seçin deyir. Xarakteri intiqam hissindən uzaqdır, doğrudur. Əzmkardır, doğrudur. Çünki sona qədər mübarizə aparır. Başqalarına münasibəti Gəldiyevə qarşı elə Gəldiyev kimi mübarizə aparır. Xeyr, yanlışdır. Əməli, atasına qovulmağının səbəbi barədə yalan danışır. Doğrudur. Onun əslində belə deyək, onun qovulmağının səbəbi məhz Gəldiyevin Rübabədən xoşu gəlirdi və görmüşdü ki, Rübabə Gəldiyevin briqadasından çıxıb stolunu çəkmişdi məhz Vahidin briqadası tərəfinə. Çünki Rübabə deyirdi ki, Gəldiyev savadsızdır. Dərsini də deyirdi 4-ündə, ikisində iştirak edir, 4-ündə iştirak eləmir. Ondan mən nə öyrənəcəm ki? Bundan da qəzəblənmiş Gəldiyev məhz Vahidi belə deyək, universitetdən atmaq üçün müəyyən planlar qururdu, işlər görürdü. Deməli, ancaq Vahid nə demişdi atasına? Vahid isə demişdi ki, güya arıçılar, belə deyək, sən arıçısan, ancaq belə deyək, dövlətə vergi vermirsən, Bir də demişdi ki, sən kollektivdən işləmirsən. Belə bir yalan atmışdı, amma atası da inanmışdı buna. Onu zəmanətə götürdüyü üçün Rübabəyə təşəkkür edir. Vahidi Rübabə yox, Rübabənin atası zəmanətə götürmüşdü. Zəmanətə götürmək də bilirsiniz nə demək istəyir? Yəni himayə edirdi də, bir növ onun tərəfindən çıxırdı, onu qoruyurdu, onun haqlarını müdafiə edirdi. Rübabə yox, məhz Səttarzadə. Cavabımız burada olur nə? 1, 2 və 4. Yəni cavabımız C bəndi. Daha sonra 8-ə baxaq. Bahar əsəri ilə bağlı hansı fikir düzgündür deyir. Bahar isinmək üçün hamama girəndən sonra oradan qovulmur. Bu yanlışdır. Oradan qovulur. Hətta orada Kəblə Qurban var idi. Səhv eləmirəmsə adı Kəblə Qurbanı idi. O deyir ki, hamamçıya göstərir, nişan verir ki, bax buradadır deyir. O da küncə qısılmışdı. Məhz orada deməli hamamçı gəlib onu qovur. Son ümidlə özünü ev sahibinin qapısına salan Bahara yorğanı verərək içəriyə buraxmırlar. Bax, bu doğrudur. Kim ona yorğan döşəyini, mirmitilini verirdi? Xanım, Məşədi Abbasın həyat yoldaşı xanım, onun mirmitilini də, belə deyək, yorğan döşəyini də atdı həyətə, dedi ki, çıx get hara gedirsən. Hətta qapını da deyir elə bağlamışdı ki, sanki oğrudan qoruyurmuş kimi, sanki elə bir oğru gəlib girəcək. Bu yazığın cılız bir bədəni var, amma deyir qapını daldan elə bağlayırdı ki, elə kilit deyirdi ki, elə bil ki, oğru girəcək. Daha sonra xanım Baharı oğru bildiyi üçün qapını bağlayır. Bu yanlışdır. Baxın, sadəcə deyir o formada bağlamışdı ki, sanki oğru girəcək, amma oğru bildiyi üçün yox. Bu fikir yanlışdır. Daha sonra baxaq ardına da yorğana bürünüb şaxtalı havada küçədə qalan Bahara qardaşı Mərdan rast gəlir. Xeyr, yanlışdır. O ümumiyyətlə Mərdanı tapa bilmir. Məsələ şəhərə də Mərdanı tapmaq üçün gəlmişdi. Qardaşını, anasını axtarmaq üçün gəlmişdi. Gecəni küçədə keçirən Bahar, anasını yox, əslində qardaşını. Gecəni küçədə keçirən Bahar səhər açılanda hələ sağ idi. Yanlış fikirdir. Bayaq da qeyd elədim. Sürəyya sağ idi Qızıl Gönçələrdə, amma Bahar isə artıq vəfat etmişdi. Hətta onun yanından, cəsədinin yanından keçənlər də heç nə olmamış kimi işinə gücünə gedirdilər. Bu da insanların laqeydliyini göstərir. Cavabımız oldu B bəndi. 9-a baxaq. Rübabə obrazına aid hansı doğru fikirlər Vahid obrazı üçün yanlışdır? Deməli, Rübabə üçün doğru, Vahid üçün yanlış fikirlər. Gəldiyevlə münasibəti yaxşı deyil. Bu, deməli, hər ikisi üçün ortaqdır. Ona görə biz bunu götürmürük. İnstitutdan atılmır. Rübabə atılmır. Bu, Rübabə üçün doğrudur. Ancaq Vahid üçün yanlışdır. Çünki Vahid qovulmuşdu. Yəni çıxarılmışdı. Əsərin müsbət qəhrəmanıdır. Hər ikisi üçün ortaqdır, götürə bilmərik. Atası Tərzəndir.
Rübabənin atası Tarzən Səttarzadə idi. Ancaq Vahidin atası isə Sadıq kişi idi, ağrıçı idi, ağrı saxlayırdı. Deməli, Rübabə üçün doğru, ancaq Vahid üçün yanlış. Deməli, 2-ni götürmüşdük bir də biz. Aha, 2-4. Onun mənəvi dünyasının fikir və hisslərinin təsvirinə əsərdə geniş yer verilib. Hər ikisinin, deməli, belə deyək, hisslərinin təsvirinə əsərdə geniş yer verilmişdi. O baxımdan ortaq götürülə bilər. Bizə də lazım idi Rübabə üçün doğru olsun, Vahid üçün yanlış. 2 və 4 A bəndi. Hansı variantdakı fikirlərdən heç biri doğru deyil? Bu artıq həyat və yaradıcılığı haqqındadır. Biz buna baxmırıq. Biz sadəcə əsərlər üzərində işləyəcəyik. Cədvəldəki bütün uyğun fikirləri müəyyən edin açıq kitabdan. Deməli, mövzusu 19-cu əsrin 30-cu illərində cəmiyyətdə gedən mürəkkəb proseslərdən bəhs edir. 19-cu əsrin yox, 20-ci əsrin 30-cu illərində cəmiyyətdə gedən mürəkkəb proseslərdən bəhs edir. Yanlışdır. Əsər müasir mövzuda yazılmış, dövrü üçün səciyyəvi hadisələrdən götürülmüşdür. Doğrudur. Konflikt, yeniliyə can atan gənclərlə siyasi şüarlar əzbərləyib ictimaiyyətçi cildinə girən insanların qarşı durması. Doğrudur. Yenilikçi olan kim idi? Təbii ki, yeniliyə can atan Vahid idi. Digəri isə Gəldiyev kimlər idi? Problem nədir? Şər və böhtanla məşğul olan evlər yıxan insanların getdikcə artan bəd əməlləri. Bəli, bu məhz problem idi. Gəldiyev kimlər yenə? Saxtakarlıq, riyakarlıq və sair hallarda özünü kəskin şəkildə büruzə verməsi. Bəli, bu da məsələ Gəldiyevin timsalında görürük. Cavabımız olur nə? 2, 3, 4 və 5, yəni A bəndi. 12-yə baxaq. Klasteri tamamlayın deyir. Aha. Deməli, klasteri tamamlayan bədii xüsusiyyətləri açıq kitabın. Satirik roman deyil, bu yanlış fikirdir. Bədii xüsusiyyətlərindən desək, əslində açıq kitab satirik romandır. Əsərdə lirik motivlərə rast gəlinmir, yanlış fikirdir. Bizə də elə yanlış fikir lazımdır. Çünki əgər burada yanlışdırsa, növbəti də yanlış olmalıdır. Əsərdə lirik motivlərə rast gəlinmir, gəlinir. Harda gəlinir? Təbii ki, Səttarzadənin Füzulinin şeirini oxuyarkən biz burada satirik, daha doğrusu lirik motivlərə rast gəlirik. Onun dilindən şeir nümunəsi verilir. Obrazlara, adlara əsərdə müəyyən məna kəsb edir. Doğrudur. Gəldiyev, Verdiyev bir xüsusi bir mənası var bunların. Əsərin dili, üslubu, sadəliyi, təbiiliyi, real həyata bağlılığı diqqəti cəlb edir. Doğrudur. Gəldiyevin nitqində varvarizmlərə rast gəlinmir. Xeyr, gəlinir. Belə deyək də, artıq layihənin ağca gəlir ona şad xəbər verir. Deyir ki, bəs sənin də deyəsən deyir, ürək adlı layihən də, yəni qalib gələcək. Bir də ayılır baxır ki, Gəldiyev deməli bütün layihələri veribdi ağca. Bunların içində Vahidin layihəsi də gedib də, yəni əslində Vahidin layihəsini vermək istəmirdi. Çünki bilirdi ki, qalib gələcək verilsə. Bu zaman vurnuxur, hətta deyir, quyruğu basılmış ilan kimi deyir, o yan bu yana deyir, gedirdi. Və bu zamanda təbii ki, varvarizmlərdən istifadə edir. Varvarizm əslində belə deyək, varvarizm əslində üzürlü sayın. Burada düzdür, küfürlərdən istifadə edir, amma varvarizmin mənası digər dillərdən alınma sözlərdir ki, hansı ki dilimizdə ehtiyac olmadığı halda bu sözlərdən istifadə olunur. Məsələn, belə deyək, bir sözün qarşılığı var Azərbaycan dilində, amma qarşılığı olduğu halda biz başlayırıq rus dilindən danışmağa. Amma təbii ki, Gəldiyevin dilində varvarizmlər də var idi. Küfür də var idi, varvarizmlər də var idi. Deməli, cavabımız olur 1 və 4, yəni C bəndi. 13-ə baxaq. Verilən əsərlərin müqayisəsində uyğun fikirləri seçin deyir. Açıq kitab, Oqtay Eloğlu. Oxşar cəhətlər və fərqli cəhətlər. Bu sizi çaşdıra bilər, müsbət mənfi kimi. Oxşar cəhətlər və fərqli cəhətlər. Müəllifin hadisələrə satirik münasibəti əksini tapıbdır. Açıq kitabda tapıbdır bu. Amma Oqtay Eloğlu'nda tapmayıb. Ona görə bu fərqli cəhətdir. Baş qəhrəman xalqı üçün çalışdığından ailəsini də düzgün vaxt ayıra bilmir. Bu Oqtay Eloğlu üçün uyğun fikirdir. Lakin açıq kitab üçün, Vahid üçün uyğun fikir deyil. Yəni bu da fərqli cəhətdir. İndi isə fərqli cəhətlərə baxaq. Baş qəhrəmanın taleyi və fəaliyyəti uğurla sona çatır. Bəli, açıq kitabda Vahidin taleyi sona
Sonunu görürük ki, həqiqətən uğurlu bitir. Onun layihəsi birinci seçilir. Bunu götürə bilərik, yəni fərqli cəhətdir. Hadisələr təhkiyə ilə çatdırılır. Oqtay Eloğlu dram əsəridir. Dram əsərdə təbii ki, təhkiyə yox, göstərmə üsulundan istifadə olunur. Açıq kitab isə roman idi. Burada təhkiyədən istifadə oluna bilər. Yəni, açıq kitab üçün doğru, Oqtay Eloğlu üçün yanlış fikir. Deməli, fərqli fikirdir, belə deyək. 3 və 4 cavabımız olur D bəndi. 14-ə baxaq. Sol xanada yazılan doğru fikirlərdən hansısa xanaya da yazıla bilər. Açıq kitab. Deməli, burada doğru fikir olsun və bu doğru fikir burada da yazılsın. Bir növ doğruların uyğunluğunu istəyir. Müsbət obrazlı Gəldiyev. Xeyr, nə Gəldiyev, nə də Verdiyev müsbət obraz deyil. Əslində bunların ikisi uyğunluq təşkil edir. Amma bizə nə lazımdır? Bizə müsbətlərin uyğunluğu lazımdır. Daha sonra düşünür ki, Vahidin problemli məsələsinə görə vəzifəsindən azad oluna bilər. Bu, Verdiyevə aiddir. Ancaq Gəldiyevə maraqlı deyildi vəzifə. O vəzifəsinə çox elə düşkün biri deyildi. Zaten vəzifəsinə düşkün olan biri heç, belə deyək, taxıl yerində işləyirdi də. Vəzifəsinə düşkün olan biri heç, belə deyək, o tip işlərlə məşğul ola bilərdi. Xeyr, vəzifəsini itirməkdən qorxardı. Saxta sənədlə Vahidi həbs etdirir. Həbs etdirmək məsələsi ümumiyyətlə bu əsərdə yoxdur. Hər ikisi üçün yanlış fikirdir. Əvvəlki işinə elin malını dağıdırdı. Əvvəlki işində bu Gəldiyev üçün doğru fikirdir. Lakin Verdiyev üçün yanlışdır. Vahidin tərəfini saxlamayanlardan biridir. Bəli, doğrudur. Həm Gəldiyev üçün, həm də Verdiyev üçün doğru fikirdir. Deməli, cavabımız olur 5. Y bəndi. Açıq kitab romanının məzmunu ilə bağlı hansı fikirlər doğrudur? Məzmunla bağlı deyirsə, biz forma xüsusiyyətlərini atırıq bir kənara. Oğlunun evə vaxtsız gəlişi Sadıq kişini təəccübləndirir. Bəli, təəccübləndirir, bu doğrudur. Rübabənin Vahidin briqadasını seçməsi Gəldiyevi Vahid barədə tədbir görməyə sövq edir. Bəli, biz harada görürük? Görürük ki, belə deyək, Rübabə deyir, savadsızdır, filan bəşman gəlir Vahidi tərəfə. Bundan sonra Gəldiyev əsəbləşir, necə deyərlər, bir növ intiqam almaq istəyir, qisas almaq istəyir. Bu baxımdan Vahid üçün daha əlindən gələni edir, gedir arxivləri, sənədləri eşir ki, görək onun barədə nəsə tapa bilərmi, onu universitetdən uzaqlaşdırsın. Gəldiyev Vahidin, bir də bunu qeyd edim ki, Gəldiyev özü tələbə idi. Sadəcə, hansı ki, bizim, məsələn, hazırda da vardı, görsən yaşı çoxdur, amma tələbədir. Yəni, daha əvvəl başqa bir işlərdə işləyib, daha sonra gəlib tələbə olub. Yəni, əslində Gəldiyev tələbə idi. Gəldiyev Vahidin məsələsi müzakirə olunan iclasda onun saxtakar olmasına hər kəsi inandıra bilir. Hər kəsi inandıra bilmir. Çünki məsələn burada Muxtar var idi və digər obrazlar inanmırlar, yəni. Hər kəsi inandıra bilmir, əksəriyyət inanmır. Verdiyev Vahidin institutdan qovulması əmrini komitənin də rəyini aldıqdan sonra verir. Ümumiyyətlə burada komitənin rəyi alınmır. Verdiyev onu birbaşa qovur, yəni heç rəymək almadan. Gəldiyev taxıl tədarükü müfəttişliyində işləyərkən qanunsuzluğa yol verirdi. Bəli, o gəlirdi bir nə qədər buğda ver, bu gəlirdi nə qədər taxıl ver. O baxımdan bu doğrudur. Cavabımız olur 1, 2, 5. Yəni C bəndi. 16-ya baxaq. Mircəlalın yaradıcılığında rast gəlmək olmaz. Olmaz deyir. Bu yaradıcılıqla bağlı. Yenə də dediyim kimi biz sadəcə əsərlərə baxırıq. 16, 17-yə baxaq. Eyler-Venn diaqramının kəsişmə nöqtəsinə yazılacaq fikri seçin. Vəzirbəyli, Muxtar və ortaq fikir istəyir. Yəni, bura istəyir. Baxaq. Vahidin tərəfdarıdır. Vəzirbəyli də, Muxtar da, bəli, Vahidin tərəfdarıdır. Gəldiyevin layihəsinə baxıb bəyənmir. Bu, Vəzirbəyliyə aid idi. Qocaman mühəndislərdəndir və gənclərə önəm verir. Bu, Vəzirbəylidir. Haqsızlığa qarşıdır hər ikisi. 4-ü də götürə bilərik, bura 1-i də. Sadıq kişinin evində qonaq edir. Belə bir vəziyyəti mən nə Vəzirbəylidə, nə də Muxtarda görməmişəm. Bilmirəm, indi əsərin uzun versiyasında var, yoxsa yoxdur, amma oxuduğum, belə deyək də, əslində qısa deyildi, uzun idi o da, amma o da yenə məncə ixtisar idi. Tam romanın özü böyüdür.
Bu hala rast gəlmədim. 1 ilə 4 cavabımız olur Y bəndi. Daha sonra bircə saniyə. Aha, 18-ə baxaq. Açıq kitab romanını oxuyan şagird hansılara rast gəlməz? Rast gəlməz. Baxaq. İkiyüzlü rəyasət düşkünü olan obraz. Bu kim idi? Gəldiyev idi. Daha sonra özünün yeni xoşbəxt həyatın qurucusu kimi görən obraz. Bu kim idi? Vahid. Xeyirlə şərin mübarizəsinə burada kimlər vuruşurdu? Yəni bir növ vuruşmaq deyəndə sanki mübarizə aparırdı. Gəldiyevlə Vahid. Dəlalduzluq və riyakarlığa burada kimə aiddir? Gəldiyevə. Dəlalduzluq deyəndə nəyi nəzərdə tutur? Təbii ki, Vahidin layihəsini uğurlamışdı, onun üzün köçürürdü. Məsələ dələduzluq, riyakarlıq burada özünü göstərir. Riyakarlıq da bir növ ikiyüzlülük mənasını verir. Orada da təbii ki, ikiyüzlülük özü var da, yəni ondan ona xəbər aparır. Sonra gedir Vahid haqqında Verdiyevə, yəni universitetin direktoruna başlayır ağlına gələn şayələri danışmağa, belədir, elədir, onu başlayır pisləməyə. Şəxsi mənafeyini önəmsəməyən universitet direktorunun obrazına. Yaxşı, biz burada tutalım önəmsəməyən dedik. Bəs axı biz görürük ki, direktor məsələ öz şəxsi mənafeyini düşündüyü üçün, belə işdən azad olunmamaqdan ötürü, belə deyək, Gəldiyevin fikirlərinə uyaraq, o şayələrinə inanaraq Vahidi işdən nədir? Universitetdən çıxardır. Daha sonra məhz yenə də işdən çıxmamağı üçün, vəzifədən azad olunmaması üçün, yenə də öz şəxsi mənafeyi üçün yenidən Vahidi universitetə çağırır. Yəni universitetə o əmri pozur, onu yenidən bərpa edir universitetə. Burada təbii ki, onun öz mənafeyini düşündüyünü görürük. Burada isə deyir ki, önəmsəməyən universitet direktoruna. Önəmsəməyən yox, əslində önəmsəyən direktora rast gəlirik. Bu yanlış fikirdir. Yəni buna biz rast gəlmərik. Önəmsəməyən desə yanlış olar. Əslində önəmsəyəndir. Cavabımız olur nə? 18-də sadəcə 5, yəni A bəndi. Daha sonra 19-a baxaq. Gəldiyev obrazına əsasən xarakterlər xəritəsindən uyğun fikirləri seçin. Xarakteri əli əyri. Biz onun əli əyriliğini harda görürük? Layihəni uğurlayanda. Nitqi. Mənsəb cəhənnəmin təkində də olsa enməyi bacar. Bəli, bu onun nitqi idi. Çünki o mənsəb üçün, yəni öz şəxsi mənafeyi üçün əlindən gələni, yəni öz istəkləri, maraqları üçün etməyəcəyi şey yox idi. Hətta deyir, oradakı qızlar da, universitetə deyir, qızları da toğlayırdı, yəni öz şəxsi, belə deyək, maraqları üçün. Deyəsən, müsabiqədə udursan, gözün aydın. Bunu kim deyirdi? Ağca deyirdi Gəldiyevə. Başqalarına münasibətində, eşində uğurlu olanları tərifləyərək irəli çəkməyə çalışır. Bu qətiyyən ona aid deyil. Bu vəzirbəyliyə aid ola bilər hardasa ki, Vahidi tərifləyirdi və inkişafına bir növ təkan vermək üçün